keçmiş təmas xətti adlandırılan ərazilər vardır ki, onlar işğal dövründə mütəmadi olaraq minalanmaya məruz qalmışdı və işğaldan azad olunmuş ərazilərdə ən çox minalarla çirklənmiş ərazilər həmən ərazilər hesab olunur. İşğaldan azad olunmuş ərazidə aparılan bərpa quruculuq işlərinə çoxlu sayda insanlar cəlb olunmuşdu. Onların mina təhlükəsizliyini təmin etmək məsələsi də gündəmə gəlmişdi. Bunu nəzərə alaraq dövlət tapşırığına uyğun olaraq ən çox minalarla çirklənmiş ərazilər, yəni keçmiş təmas xəttinin ərazisi fiziki baryer olaraq çəpərləmədən istifadə olunmuşdur. So what we do, we mark the area with a standard of international IMA standard. Bunun üçün mina ilə çirklənmiş ərazilər beynəlxalq mina təmizləmə standartlarının tələblərinə uyğun şəkildə işarələnir. Azərbaycan hökuməti humanitar mina təmizləmə fəaliyyətində fəal iştirak edir. Hökumət ölkənin mina təhlükəsindən azad olunması və gələcəkdə əhalinin ölkə ərazisindən təhlükəsiz şəkildə istifadə edə bilməsi üçün bütün imkanlarını səfərbər edir. Mina təmizləmə sahəsində dünyada vahid yanaşma və eyni standartlardan istifadə mövcuddur. Kamboca, Cənubi Koreya, İsrail və Afrikada, Angola kimi ölkələr də mina təhlükəsi ilə mübarizədə eyni sistem və beynəlxalq standartları tətbiq edirlər. Also, they are using the same system. Mina təmizləmə əməliyyatları mərhələli şəkildə aparılır. Və bugün yerləşdiyimiz ərazi Ağdam rayonunun Cəvahirli kəndinin ərazisidir, keçmiş təmas xəttinin ərazisidir. Burada Eyvazxanbəyli, Başqərvənd kəndlərinin qaz təsisatını təmin etmək üçün qaz xətti layihəsi təmizlənir. Gördüyünüz kimi həmən qaz xətti çəpərləmədən təhlükəli əraziyə doğru düşmüşdü və hal-hazırda ANAM əməkdaşları tərəfindən həmən ərazidə təmizləmə əməliyyatları həyata keçirilir. Bu ərazilər tam mina və partlayıcı sursatlardan təmizləndikdən sonra artıq çəpərləmə ərazidən yığışdırılacaq.